Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Həm onlayn, həm də əyani dərslər barədə məlumat verim. Deməli, onlayn dərslərimiz, həm də əyani dərslərimiz mövcuddur. Onlayn dərslər Google Meet proqramı vasitəsilə olur. Canlı dərslər isə Nizami metrosu yaxınlığında təşkil olunur. Əgər kim istəsə 070 816 72 78 nömrəsi ilə əlaqə saxlaya bilər. Yəni həm əyani, həm də onlayn. Əyani forması Nizami metrosu yaxınlığında. Coğrafiya fənnindən. İndi güvənin bir sınağı var, ondan danışaq, yəni sualların izahına. Cədvəldə verilmiş fikirlərin doğru ardıcıllığını müəyyənləşdirin. Deməli, doğruda doğrunu, yanlışda yanlışı. Yəni doğru D-dir, yanlış Y hərfinə işarə olunub. Yer qabığı ilə üst mantıya bir yerdə litosfer adlanır. Bu litosferin qaydasıdır. Yerin nüvəsi daxildədir və dəmir və nikeldən ağır metallardan təşkil olunub. Bu da doğrudur. Qranit qatı yer qabığının ən üst hissəsi hesab olunur. Bu səhvdir. Deməli, ardıcıllıq belədir. Bazalt, qranit və çökmə ən yuxarı çökmədir. Ona görə yanlışdır. Fanerozoy ionu gizli həyat adlanır. Səhvdir. Fanerozoy aşkar həyatdır. Kriptozoy gizlidir. Gizli həyat adlandırılır. Ona görə D, Y. A variantı doğrudur. 32. Aşağıdakı hansı daha uzundur? Şimal tropik xətti. Bunun biri cənub tropik xətti yazaq. Burada oxşar düşüb. Baxın, şimal tropik xətti uzunluğu 111-dən kiçikdir. Çünki ekvator 111-dir. 1 dərəcəlik qütbün uzunluğu 111 kilometrdir. Amma ekvatordan qütblərə doğru getəcən meridional ekvator çevrəsinin uzunluğu azalır. Bu ikisini götürsək 111 vurulsun 160, 360 çevrədir. Meridian uzunluğu, yəni şimal tropiki 111-dən aşağı bir qiymətdir. Meridian çevrəsinin uzunluğu isə 111-dir. Tam bu 111-dir deməli. Şimal qütb dairəsi, cənub qütb dairəsi. Bunlarda yəni qütbə daha yaxın olduğuna görə bunun uzunluğu şimal tropiklərdən daha qısadır. Çünki şimal tropik xətt ekvatora daha yaxındır. Ekvatordan uzaqlaşdıqca paralel çevrəsinin uzunluğu azalmış olur. Ona görə deməli burada ən uzunu meridian olmuş olur. Meridiandır, daha sonra şimal tropik xəttidir. Ondan sonra yəni tropik xəttləridir. Daha sonra qütb dairələri götürmək olar. Ellervin diaqramının köməyi ilə saat qurşaqlarının uyğunluğunu müəyyənləşdirin. Deməli, baxın. İndi baxaq görək burada hansı bizə uyğun gəlmiş olur. Baxın, deməli burada birinciyə buradan saat qurşaqlarını bir də yəni seçirik. Bunlara aid olanlar artıq burada verilib. Deməli birinciyə deməli baxın, burada oxşarlar deyir. Oxşarlar hələ yox. Baxın, oxşara A variantı verib. Qonşu saat qurşağı ilə sərhəd 37,5 dərəcə təşkil edir. Demək ki, bu baxın 30 dərəcəli orta meridiandır. 30-un şərqi buradadır. Yəni 30-un orta meridiandır. Bunun şərq qurtaracağı 37,5-dir. Qərb qurtaracağı isə yəni söhbət şərq uzunluğundan gedir. Bu da olur 22,5. Yəni 7,5 bir dəfə sağa, bir dəfə də sola getmiş oluruq. Deməli bunun biri 30-dur, biri isə 45-dir. Çünki 45-dən 7,5 çıxanda 37,5 dərəcə edir. Yəni sola gəldi. Bir də bu tərəfə gedəndə 52,5 etmiş olar. Deməli bu məntəqə baxın deyir ki, sərhədləri 37,5 dərəcəli meridiandır. Bu hər ikisinin oxşar cəhətdir. Baxın ortada yazıb. İndi baxın 37,5-dir. Deməli bu 30-u bölürsən 15-ə, saat qurşağını tapmaq üçün 1 saatım 15 dərəcədirsə, 30 dərəcəm olur 2-ci saat qurşağı. 45 isə 45-i 3-ə bölən 15-ə böləndə 3-cü saat qurşağı olmuş olur. Deməli cavab 2 ilə 3 olmuş olacaq. Baxın 2 ilə 3. Yəni 1 və 3. O da yalnız C variantındadır. Bunu belə tapdıq. İndi isə baxın o bir variantlara baxaq. Azərbaycan Respublikasının ərazisi yerləşir. Azərbaycan Respublikası bilirik ki, 50 dərəcə şərq uzunluğundadır. 15-ə böləndə 3, 45. Əgər qalıq 7,5-dən kiçikdirsə, natamam qismət olduğu kimi qalır. Böyükdürsə, onun natamam qismətin üzərində bir gəlirik.
Burada kiçik olduğuna göre olduğu kimi qalacaq. Deməli 3-cü saat qurşağına aiddir. Yəni 3-cü saat qurşağı hardadır? Baxın B bura aid oldu. 2. Yəni onda belə olur da bu. Birinci olur 2-ci saat qurşağı. Birinci, ikinci saat qurşağındadır. İkinci isə 3-cü saat qurşağında yerləşmiş olur. İndi Azərbaycan 3-cü saat qurşağındadır. Ona görə B-ni də burada yazıb. Orta meridianı 30 dərəcə şərq uzunluğudur. Orta meridian 2-ci saat qurşağının orta meridianı 2-ni vursan 15-ə 30 eləyir. O da C-də bura düşür. Coğrafi uzunluğu 24 dərəcə şərq uzunluğu Afina yerləşir. O da D-yə düşmüş olur. Çünki 24-ü bölürük 15-ə. Bir dəfə 15, 9. Qalıq 7,5-dən böyük olduğuna görə üzərinə 1 gəlirəm. O deyir 2-ci saat qurşağı. Cavab C variantı. A və B nöqtələri arasında hündürlük fərqi 360-dır. Metr olarsa kəsmə yüksəkliyi tapın. Baxın, A ilə B-nin arasında hündürlük fərqi verilib. Bunun kəsmə yüksəkliyini tapmaq üçün deməli A ilə B-nin arasında boşluqları sayırıq. 1 boşluq, 2, 3, 4 dənə boşluq var. Deməli 360-ı bölürsüz 4-ə, o da deyir 90 metr. Bu olur nə? Kəsmə yüksəklik olmuş olur. Ondan sonra baxın burada. Deyir sxemə əsasən C və D nöqtələri arasında ən qısa məsafənin A və B nöqtələri arasında ən qısa məsafənin nə qədər çox olduğunu hesablayın. Baxın burada C və D ən qısa məsafə. C ilə D-nin arasında baxın bu xətt üzrə gedir. Bununla bunun arasında ən qısa məsafəni tapmaq üçün baxın xətt hardan gedir? 40 dərəcəlik paralelin üzərində. Demək 40 dərəcəlik paralelin 1 dərəcəlik qövsün uzunluğu 85,4-dür. İndi C ilə D-nin arasında neçə dərəcə uzunluq var? 70-dən arasına fərqi tapırıq. 70-dən 0 çıxıram 70. 40 dərəcənin üzərində hərəkət elədiyinə görə 70-i vurmalıyam 85,4-ə. Yəni 40 dərəcəlik paralelin 1 dərəcəlik qövsün uzunluğu 85,4-dür. 70-i də vururuq 85,4-ə. O da eləyir 5978 kilometr etmiş olur. İndi isə A ilə B arasında baxın A ilə B-nin arasında isə belə olur da. Biri A 10 dərəcə qərb uzunluğunda, bu birisi isə 70 dərəcə şərq uzunluğunda yerləşir. Müxtəlif yarımkürələr olduğuna görə toplayaq. 70-in üzərinə 10 gəlirəm və onu vururam nəyə? 60 dərəcə 1 dərəcə qövsün uzunluğu 55,8 edir. O da nədir? 70-in üstünə 10 gələndə 80-i vururuq 55,8-ə. O da 4464. İndi bunlar arasında fərqi dediyinə görə 4464-dən 5978-i çıxmaq lazımdır. Çıxanda isə 1514 kilometr etmiş olur. Yəni burada A variantıdır. Tropik işıqlanma qurşağının şimal sərhədi 15 dərəcə şimal enindən keçsəydi, yer kürəsi orbit müstəvisinə neçə dərəcə meyilli olardı? Baxın, normalda tropik işıqlanma qurşağının sərhədi 23,5-dən keçir. Bu niyə belədir? Çünki yerin meyilliyi 66,5-dir. 90-dan 66,5 çıxanda 23,5 eləyir. Yəni meyillik qütb dairələrinə aiddir. 90-dan meyilliyi çıxanda isə bu tropik xəttinə bərabər olmuş olur. İndi bunun şimal sərhədi 15 dərəcədən şimal enində yerləşirsə, orbit müstəvisi 90-dan 15 çıxanda 75 dərəcəyə düşmüş olar. Yəni burada D variantı uyğundur. Ondan sonra 37-ci suala baxaq. Deyir, iki yarımkürədə yerləşməsinə baxmayaraq 3 okeanla əhatə olunan yeganə materik 2 yarımkürədə 3 okeanla. Baxın, Cənubi Amerika 3 yarımkürədə yerləşir. Amma 2 okeandır. Atlantik və Sakit okean. Cənubi Amerika olmaz. Avstraliya isə 2 yarımkürədə yerləşir. Cənub şərqdə, amma 2 okeandır. Hind və Sakit okean. Şimali Amerika 2 yarımkürədə şimal, qərb, 3 yarımkürədə Sakit, Atlantik və Şimal Buzlu okean. Baxın, elə cavab budur. Avrasiya isə 3 yarımkürədə yerləşir. Şimali Buzlu, Atlantik, Hind, Sakit 4 okeanında həmsərhəddir. Antarktidada 3 okeandır, amma 4 yarımkürədədir. Şərq, qərb, cənub.
Ona görə də 7 olmaz. Cavab C variantı. 38. Aşağıda verilmiş şərti işarələr hansı növə aiddir? Baxın, bunlar birinci bataqlıq ərazilərinə uyğundur. Bataqlıqdır. Ona görə konturludur. 2 də konturlu şərti işarəyə aid olmuş olur. Yəni hər ikisi konturludur. Ondan sonra 39. Hansı coğrafi enliklərdə fəsillər aydın müşahidə olunur? Fəsillər subtropik və mülayim enliklərdə müşahidə olunur. Burada da mülayim enliklərdə yerləşən bir dənə 45 dərəcə şimal enliyi olmuş olur. Məsələn, A ekvatoriala, D ekvatoriala uyğun gəlir. C ilə Y isə qütblərə. Ona görə də bunlar aydın müşahidə olunmur. Əsasən mülayim və subtropik iqlimlərdə müşahidə olunur. Nisbi hündürlük hansı sadə alətlə hesablanır? Deməli, nisbi hündürlük niveli ilə hesablanmış olur. Nivelir. Mütləq hündürlük isə barometrlə ölçülür. 41-ci sual. Əgər iki məntəqə arasında yerli vaxt fərqi 80 dəqiqə olarsa, bu məntəqələr hansı coğrafi uzunluqda yerləşə bilməz? İki məntəqə arasında 80 dəqiqə fərq var. Deməli, baxın, 1 dərəcəm 4 dəqiqə olarsa, 80 dəqiqəm x olur. Yəni, yer kürəsi 1 dərəcədən 4 dəqiqə fırlanır. O zaman x də bərabərdir. 4x 80-ə, x də bərabərdir. 20 dərəcə olmuş olur. İndi baxaq görək, iki məntəqə arasında hansında 20 dərəcə deyir, yerləşə bilməz. Yəni, 20 dərəcə olmasın da. Baxın, A-da müxtəlif yarımküre olduğuna görə toplayırıq və 20 edir. Bu getdi. B variantında 165 şərq, 175 qərb uzunluğu. 175 deməli, baxın 15 buradan. Deməli, baxın burada 80 ilə gedək də. İki məntəqə arasında 80 ilə geçsək, burada deməli 15 qalır. Burada 5 dərəcə. 80-ə yaxınlaşdıq. 15, 20 edir. Bu da getdi. Olmaz. Burada eyni yarımkürədə ilə olduğuna görə C variantında çıxırıq. 82-dən 62 çıxanda 20. Y variantında isə müxtəlif yarımkürə olduğuna görə toplayırıq. 7-nin üstünə 13 gələndə 20. Bu da olmaz. Amma baxın, biri 42 şərq D variantında doğrudur. 32-nin üstünə 42 gələndə o deyir 80 dərəcə. Çünki müxtəlif yarımkürədə olduğuna görə toplanır. Cədvəldə uyğunsuzluğu müəyyənləşdirin. Deməli, mantia əsasən ərimiş, lakin yüksək təzyiq nəticəsində kireçləşmiş maddədən ibarətdir. Düzdür. Ərimişdir və yüksək təzyiq olduğuna görə oranın yəni maddələr qatı halda, kipləşmiş halda olmuş olur. Qarşısına doğru yazıb, deməli doğrudur. Təbiətdə ən çox yayılmış maqmatik suxurlar qranit və bazaltdır. Doğrudur da. Qranit və bazalt daha çoxdur. Yerin geoloji inkişafın ilkin mərhələsi onun su səthi ilə örtülmüş, quru sahəsi isə çox kiçik olmuşdur. Düzdür. Çünki geoloji inkişafın ilk mərhələsində, yəni planetlər qurtarır, geoloji gəlir. Geolojide okeanın yaranmasından sonraki dövrdür. Yəni planetların yaranmasından sonraki dövrdür. Orada da çoxlu sayda yağışlar yağdığına görə hər tərəf okean olmuşdur. Yəni daha çox okeanlar çoxlu təşkil etmişdir. Ona görə də bu fikir doğrudur, amma qarşısına yanlış yazıb. Bu olmalı doğru. Ona görə də uyğunsuz C variantıdır. Litosfer tavalarının hərəkəti nəticəsində Lavrasi və Gondwana birləşərək yaratmışdır. Düz deyir. Pangea, yəni yanlışdır. Yanlışdır da. Yəni bu fikir yanlışdır. Ona görə doğrudur. Litosfer tavalarının hərəkəti nəticəsində Lavrasi və Gondwana birləşmir. Pangea parçalanır Lavrasi və Gondwanaya. Bu Mezozoik dövründə baş vermiş bir prosesdir. Ondan sonra Lavrasi və Gondwana parçalanır, müasir materiklər əmələ gəlir. Bu da Mezozoikda olmuşdur. Yəni Pangea Paleozoikda, o birisi isə Mezozoik dövründə baş vermişdir. Hindistan və Ərəbistan yarımadasının geoloji keçmişdə qədim Gondwanaya aid olublar. Yarımadalar, Hindistan və Ərəbistan yarımadaları geoloji keçmişdə Gondwanaya aid olublar. Doğrudur. Çünki bunlar yəni Şimali Amerikanın, Avrasiya, Lavrasiyanın
hissələridir və Hindistan və Ərəbistana biz ona yaz quru parçası deyirik Avrasiya üçün. Çünki Gondvanadan gəlib ona görə. Doğrudur. Bizdən səhv istəyirdi. Cavab C variantı doğrudur. İndi isə 43-cü sual. Cədvəldə verilmiş geoloji eralardan hansının yeri dəysək, qədimdən cavana doğru sıralanmış olur. Qədimdən cavana doğru olmuş olar. Baxın, arxey, proterozoy. Baxın, arxey, proterozoya axıra verib. Sonra gəlir paleozoy, mezozoy. Yəni belə də baxın. Arxey, proterozoy. Yəni arxey, proterozoy, kriptozoy eonudur. Paleozoy, mezozoy, kaynozoy isə fanerozoy eonuna aiddir. Deməli baxın, mezozoy ilə proterozoyun yeri dəyişsə, doğru olar da. Arxey, proterozoy, paleozoy, mezozoy, kaynozoy. 2 ilə 4. 44. Cənub qütb dairəsi ilə kəsişən yeganə materik. Cənub qütb dairəsinin bir dənə Antarktida, çünki onun ətrafında fırlanır ona görə. Bu qədər sadə. Geoloji keçmişdə Lavrasiya qurusunun tərkibi olmuş müasir materiklər üçün ümumi əlamətləri müəyyənləşdirin. Deməli bunlar Şimali Amerika ilə Avrasiya materik olmuşdur. Lavrasiyanın Cənubi Amerika, Afrika, Avstraliya, Antarktida isə Gondvananın parçası olmuşdur. 3 yarımkürədə yerləşirlər. Ümumi əlamətlərini bizdən istəyir. Deməli, 3 yarımkürədə yerləşirlər. Şimali Amerika, o ikisində yerləşir də. Şimali Amerika 2 yarımkürədədir. Şimal, qərb, amma Avrasiya isə doğrudur 3-dür. Şərq, qərb və şimal yarımkürəsində yerləşmiş olur. Bir səhvdə hər ikisinə aid olan xüsusiyyəti seçməliyik. Şimal tropik xətti və şimal qütbü ilə kəsişir. Bu tamamilə doğrudur. İkisi də həm Şimali Amerikanı, həm Avrasiyanı kəsir. Qütb ulduzu Polaris müşahidə olunur, düzdür. Çünki hər iki materik şimal yarımkürəsindədir. Qütb ulduzu yalnızca şimal yarımkürəsində görsənir. Cənub yarımkürəsində yoxdur. Ona görə 3 də doğrudur, müşahidə olunur deyir. Günəşin zenitdə olma prosesini müşahidə etmək mümkün deyil. Yox, səhvdir. Çünki bunların 23,5 ilə ekvatorun arasında olan yerləri var. Yəni hər ikisini 23,5 dərəcə şimal linии ilə 0 dərəcə ekvatorun arasında kəsən bir yerlər var. Ona görə də bu səhvdir. Bütün saat qurşaqları yerləşir, səhvdir. Bütün saat qurşaqları bir dənə Antarktida materikinə aiddir. Bir də okeanlardan Şimal Buzlu okeana. Çünki ikisi də qütbdədir ona görə. Bu da getdi. Cavab oldu 2-3 Y variantı. 45-46. Ağdərə şəhərinin ən hündür nöqtəsinin mütləq hündürlüyü 453 metr. Bu nöqtənin göstərildiyi və kəsmə yüksəkliyi 25 metr olan horizontallarda daxili horizontalın mütləq hündürlüyü nə qədər olmuş olar? Baxın, deməli buradan birinci ilk olaraq biz deməli 453'ü bölməli 25'e. Baxın niyə? Daxili horizontalın uzunluğunu istəyir. Daxili horizontalın hündürlüyünü nə qədər olmuş olar? Əvvəlcə. Baxın, burada bunun hündürlüyünə baxaq. 25 metrdən 1 gedir. Yəni, kəsmə yüksəkliyi 25 metrdirsə, 453'ü 25'e böləndə, yəni, baxın, bunun mütləq hündürlüyü belədir də, təsəvvür edirik ki, belə bir horizontal çəkək. Məsələn də belə gedir. Bunun maksimum nöqtəsi 453'dür. Yəni, bu nöqtə içərdən 453'dür. Onda biz bunun kənar horizontalını necə tapırdıq? Deyirdik ki, kəsmə yüksəkliyi 25'dir. 453'dən dağdır da bu. 453'dən kiçik. 25'e bölünənlərdə hansıdır? O da 450'dir. Deməli, daxili horizontal 450 olmuş olar. D variantı. Doğru cavab olmuş olur. 46, indi 47-ci sual. Mərmər qneysdən fərqləndirən xüsusiyyət. Deməli, mərmər əhəngdaşından mərmərə, baxın, əhəngdaşı, mərmər, əhəngdaşı
nədir? Əhəngdaşı çökmədir. Qranitdən də qneysə çevrilir. Qranit nədir? Maqmatik. Deməli, əhəngdaşı mərmərə çevrilir. Əhəngdaşı çökmə məşəllidir. Qranit qneysə çevrilir. Qranit də maqmatik məşəlli suxurdur. İndi metamorfik suxurlar da düzdür. Hər ikisi çevrilmədən əmələ gəlib. Əhəngdaşı mərmərə, qranit qneysə çevrilir. Bu səhvdir. Yəni fərqləndirən xüsusiyyət deyil. Mərmərə qneysdən. Çökmə məşəlli suxurdan da elə budur da. Dedik ki, əhəngdaşı mərmərə çevrilib. Əhəngdaşı çökmədir, amma qranitdən qneysə çevrilib. Bu da yəni vulkanikdən çevrilib də. Maqmatik suxurdan çevrilib. Ona görə cavab B-dir. Maqmatik suxurda yox. Bu qneysin mərmərdən fərqləndirən əlamətidir. Maqmatik məşəlli deyir, yox. Qneys metamorfik məşəllidir, səhvdir. Maqmatik məşəlli suxurdan çevrilib, yox. Hə, bu qneysin mərmərdən fərqləndirəndir. Filiz faydalı qazıntılardır. Yox, hə, bəli, hər ikisi. Hər ikisi filiz faydalı qazıntıdır. Qneys, filiz. Yox, hər ikisi çökmə məşəllidir. Çökmə məşəlli filiz qazıntılardır, səhvdir. İkisi də səhvdir. Aşağıda cənub yarımkürəsində yerləşən paralel çevrələrin bir dərəcə qoysunun uzunluqları verilib. Hansı paraleldə şimal qütb dairəsinə daha yaxın yerləşdiyini müəyyənləşdirin. Şimal qütb dairəsinin daha yaxın yerləşdiyi üçün deməli bu şimal qütb dairəsi 66,5 dərəcə şimal enliyinə yaxın olmalıdır. O zaman 66,5'e yaxınsa deməli bunun uzunluğu daha qısa olmalıdır. Şimal qütb dairəsinə deyir. Həm də deməli bunların hər ikisi şimal qütb dairəsinə daha yaxın yerləşdiyini müəyyənləşdirin. Hə. Aşağıda cənub yarımkürəsində yerləşən. Hə, cənub yarımkürəsi deyir. Deməli şimala yaxın deyilsə, deməli bu ekvatora daha yaxın olmalıdır da. Çünki baxın belədir də. Bu ekvatordur. Bu da 66,5 derece şimal enliyidir. Bir də var bu aşağıda. Məsələn bax, ekvator bu ekvator, bu 23,5 şimal. Məsələn bu 66,5 dərəcə cənub, bu da 90 dərəcə. Deməli buna yaxın olmaq üçün gərəksən ekvatora daha yaxın olasan. Ki buna yaxın olasan. Çünki baxın biri var bununla bunun arasında məsafə, bir də var bununla bunun. Amma ən yaxın ekvatora yaxın olandır. Ekvatorda yaxın olanda uzunluğu ən uzun olmalıdır da. Ekvatora yaxınsa deməli uzunluğu daha çoxdur. Ona görə də ən uzun burada hansıdır? Deyək, Y paraleli, yəni 109,6. Y variantı doğru cavabdır. 49. Xəritə sxemə əsasən zəlzələnin baş vermə ehtimalının daha böyük olduğu yerlər, zəlzələlərin böyük olduğu yerlər daha çox yəni geosignal aktiv ərazi olmalıdır. Baxın 1 düzdür. Kordilyer dağlarının əsas hissəsidir. Kordilyer dağları Makinnin olan tərəflərdir. Yəni ümumiyyətcə Kordilyer dağları geosignal ərazidir. Geosignal ərazidə baxın Ant Kordilyer qurşağıdır. Alp Himalaya qurşağı, Sakit Okean Otlu qövsü, Orta Atlantik hissəsi, bir də buradan Şərqi Afrika sınmazlaması. Bundan başqa bütün yerlər platformalardır. Yəni platformalardır. Qalanları hamısı geosignal ərazi hesab olunur. Bu araqda yerləşənlər hansıdır? Baxın 1-dir. Bir də burada 4 Krakatau vulkanını göstərmiş olur. 1-dən 4. Qalanları platformadır. Məsələn 3 Kap dağlarıdır. O da Paleozoik dövrünə aid qədim dağlar hesab olunur. Həqiqi sahəsi 7,7 milyon kvadrat kilometr olan Avstraliya materikinin miqyası 1 bölünsün 50 milyon. 50 milyon olan xəritədə nə qədər olar? Baxın, xəritədə sahəsi. Xəritə üzərində sahə bərabərdir. Həqiqi sahə bölünsün miqyasının kvadratına. O zaman həqiqi sahə nə qədərdir? 7,7 milyon. Baxın, belə olur da. Və bölünsün. Bunu da çeviririk nəyə? Kilometrə. Yəni kilometrə çevirmək üçün 5 dənə sıfır sildim. 3 dənə, deməli 500. Olur nə? 500'ün kvadratı. O da nəyə bərabərdir?
bölünsün 500'ün kvadratı. Yani 5'in kvadratı 25, yanına da 4 tane sıfır. O zaman bunun 4 tane sıfırı geçse, 4 tane sıfırı geçse qalar 770 bölünsün 25. O da 30,8 santimetr etmiş olar. Yani A variantı olur. Bunun digər bir yolu isə tənasib yoldur. Baxın 1 santimetrdə 500 kilometr var. Bəs onda 7,7 milyon kilometr nə qədər var? Belə. X. Baxın, bu nədir? Kvadrat kilometr deyil, amma bu kilometrdir. Baxın, biri məsafədir, biri sahədir. Bunu isə biz kvadrata yüksəltməliyik ki, bununla bu bir-birinə uyğun gəlsin. O zaman bu deyir nə? 1 santimetrin kvadratı 250 mindirsə, 500'ün kvadratı değil. Burada yazdığımız kimi 250'dirsə, onda x de bu olur. Çarpaz vursaq, onda 7 milyon 700 bini bölürük 250 bine. Yani buradaki kimi. Ya istəsəz tənasüblə həll edirsiniz, ya da belə sadə düstur yolla da həll edə bilərsiniz. Hansı planetlərin orbitləri yer orbitinə daha yaxın yerləşir? Hansı planetlərin? Deməli, qonşularımızda hansıdır? Veneradır, bir də Marsdır. Yani yer planeti Venera ile Mars'ın arasında yerleşmiş olur. Venera ikinci planetti, Mars ise dördüncü. Ortasında da yer küresi üçüncü planet. Cevap 1'den 3. Y variantı doğrudur. Şərti işarənin aid olduğu faydalı qazıntıya uyğun gəlmiş o olur. Bu kömürdür. Daş kömür. Yanar faydalı qazıntıdır. Kömür yanandır. Magmatik məşəlli yox, çökmə məşəllidir. Yerin dərin qatlarında ağır bək, intensif yox. Yəni dedik magmatik çökmə məşəllidir. Çökmə məşəlli daş kömürdür. Metamorfik sur olub əhəng daşından əmələ əhəng daşına çevrilib, yox. Əhəng daşından mərmərdir. Bu da mərmərin işarəsi deyil. Ondan sonra boksit, arnit, nefelin kimi mineralların tərkibində rast gəlinir, yox. Üzvü məşəlli bitki qalıqlarından düzdür. Daş kömür yanar faydalı qazıntısı üzvü məşəllidir. 1-5 D variantı. 10-cu saat qurşağının orta medianı ilə bu qurşağın şərq sərhədi arasında yerli vaxt fərqinin neçə dəqiqə olduğunu müəyyənləşdirin. Baxın, 10-cu saat qurşağının orta medianı bu qurşağın şərq sərhədi. Ümumiyyətcə sərhədlərlə orta median arasında 7,5 dərəcə fərq olur da. Çünki baxın, məsələn, bayaq dediyimiz kimi 30-dursa, 30 orta mediandırsa, 7,5'i bu tərəfə, yəni 38,5, 7,5 də bu tərəfə, 22,5. Yəni ümumilikdə sərhədlər arasında 15 dərəcə fərq eləyir. Ona görə deyirik, hər 15 dərəcədən bir saat qurşağı olmuş olur. Burada indi 30'dur da. İndi burada 10-cu saat qurşağının orta medianı ilə bu qurşağın şərq sərhədi. Yəni orta medianın sərhədlər arasında 7,5 dərəcə fərq var. Yerli vaxt fərqinin neçə dəqiqə olduğunu deyir. Yəni 1 dərəcəm 4 dəqiqədırsa, 7,5 dərəcəm x dəqiqədir. Onda 4'ü vuranda 7,5 x də bərabərdir 30 dərəcəm, yəni 30 dəqiqə. Bizdən dəqiqə deyir. Saatla da 0,5 saat eləmiş olur. Səyyah coğrafi koordinatları 20 dərəcə şimal enli, 60 dərəcə qərb uzunluğunda olan A məntəqəsindən əvvəlcə şimal istiqamətində 20 kilometr yol gedərək B nöqtəsinə, daha sonra B nöqtəsindən paralel xətt üzrə 45 dərəcə yol gedərək C məntəqəsinə çatıb. Onun cəmi neçə kilometr getdiyini hesablayın. Baxın, deməli bunu həll eləmək üçün belə edək. Baxın, 0 Greenwich, 0 ekvator, 20 dərəcə şimal enliyi, 60 dərəcə qərb uzunluğu. Qərb uzunluğu ekvatordan soldadır. Məntəqəmiz buradadır. A məntəqəsinin əvvəlcə şimal istiqamətini 2220. Deməli, şimal istiqamətinə gedirəmsə, meridianlar üzərində hərəkət eləmişəm. Deməli, 1 dərəcə meridian qosun uzunluğu 111 olduğuna görə 2220-ni 111-ə böləndə 20 dərəcə. 20 dərəcə şimala getdimsə, baxın bura. 20 dərəcə də şimala getdim, gəldim çıxdım 40-a. İndi dayanmışıq burada. B məntəqəsindən daha sonra B məntəqəsindən paralel xətt üzrə 45 dərəcə yol. Yəni belə 45 dərəcə. Baxın 45 dərəcə.
yol gəlmişəm. Deməli onda bu da hara gələr? 60-dan 45 dərəcə qərb istiqamətində, qərb bu tərəfdir. Qərbə gələndə olarsan 145 dərəcə, 105 dərəcə qərbsində. İndi bizə deyir ki, neçə kilometr yol gedər. Deməli buradan bura qədər, buradan bura qədər 2220 gedib. 2220. Bir də ki, baxın, qərb istiqamətində özdə 40 dərəcəli paralelin üzərində hərəkət edib də bu. 40 dərəcədən 40 dərəcəli paralelin üzərində hərəkət edib. Neçə? 45 dərəcə yol gedib. Deməli, 40 dərəcəli paralelin 1 dərəcə kosinus uzunluğu 85,4-dür. O zaman onu da ona vuranda, yəni 45-i vurursan 85,4-ə. O deyilir 3843 kilometr. 3843 kilometr və bunun üzərində də axı 2220-də şimala gəlib. Deməli bax, buradan bura qədər 3843 kilometr yol gedib. Və üzərinə gəlirəm 2220-ni. 2220-ni də 2220 toplayanda 3, 6, 0, 6, 6063 kilometr deməli yol getmiş olur. Cavabımız olur belə. 4-cü sual. Sxemdəki vəziyyətə əsasən Bakı şəhərinə günorta vaxtı günəş şüalarının düşmə bucağını tapın. Baxın, günəş buradadır. Bu bunun meyilli idi. Baxanda görür ki, meyilli hansı tərəfədir? Cənuba daha meyillidir. Deməli, günəş baxın 23,5 dərəcə cənub enliyində zenitdədir. Bakı şəhərinə. Düsturumuz belə idi. 90 fi bərabərdir. 90 çıxılsın alfa minus beta, plus minus beta. Əgər eyni yarımkürədədirsə çıxırdıq, müxtəlif yarımkürədən toplayırdıq. O zaman fi bərabərdir. 90 çıxılsın. Baxın, alfa Bakının soruşur da, yəni alfa Bakının məntəqədir, beta isə günəşin düşmürdüyü, zenitdə olduğu yerdə. Alfa məntəqəmiz Bakıdadır, yəni 40 dərəcə şimal enliyində. Məntəqə isə 23,5 dərəcə şimal cənub enliyindədir. Müxtəlif yarımkürədə olduğuna görə toplayırıq və bu eləyir 90-dan çıxıram 63,5, o da 27,5 dərəcə 26,5 dərəcə etmiş olar. Sxemə əsasən uyğun sıraları müəyyənləşdirin. Uyğunluğu. Fəaliyyətdə olan vulkanda Krakatoa düzdür. Kazbek fəaliyyətdə olan deyil. Mauna Loa, Mauna Kea Sakit Okeanda yerləşəndə doğrudur. Bunu 3'ü götürdük. Ondan sonra Vezuvi sönmüş değil, İtalya'dadır. İtalya'dadır. Ona göre aktif vulkandır. Fəaliyyətdədir. Etna da Sicilya adasındadır. O da aktif vulkandır, amma Chimborazo Cənubi Amerikada yerləşəndir. Bu da sönmüş vulkandır. Cavab olur 1, 4, 1, 3'də bu. 1, 3, 6. Doğru cavabdır. 57. Fərqli və oxşar cəhətləri müəyyənləşdirin. Sakit Okean tavası ilə Afrika tavasına aid olanlara baxaq. Yalnız okean tipli yer qabığına malikdir. Bu Sakit Okeandır. Adından da görünür ki, okeandır. Yəni böyük litosfer tavalarından Sakit Okean okean tiplidir. Qalanları materik tiplidir. Kiçik litosfer tavalarından bir dənə Ərəbistandır ki, materikdir. Qalanları isə okean tipli yer qabığına aiddir. Antarktida tavası ilə həm sərhəddir. Bu hər ikisinə aiddir. Afrikada, Sakit Okeanda hər ikisi aid olmuş olur. Divergent sərhəddə müqəddəs Yelena bu Afrika aiddir. Müqəddəs Yelena Atlantik Okeanda yerləşir. Konvergent sərhəddə Alet adaları, Alet Novu bu Sakit Okeanda yerləşən adalardır. Fəaliyyətdə olan vulkanları mövcuddur. Bu da hər ikisinə aid olandır. Çünki tavalarının ayrılmasında yerləşdiklərinə görə, yəni hər ikisində var da vulkanlar, fəaliyyətdə olan vulkanlar var. Bu da belə. Yəni 1AD, 2C, 3BY variantlar olmuş olur. İndi gələk situasiya məsələsinə. Deyir müşahidəçi coğrafi koordinatlar 30 dərəcə şimal enliyi, 105 dərəcə qərb uzunluğunda olan məntəqədə yerləşən meyilli ərazilərdə dayanmışdır. O öz hesablamaları ilə müəyyən etdi ki, bu ərazilərdə günorta vaxtı günəş şüaları 50 dərəcə bucaq altına düşür. Həmin gün yaz gecə gündüz bərabərlik gününə təsadüf etmiş olur. Deməli, burada bizə lazımdır 30 dərəcə şimal enliyi, 105 dərəcə qərb uzunluğunda meyilli ərazidir. Öz hesablamaları ilə müəyyən edir ki, bu ərazidə günorta vaxtı günəş şüaları 50 dərəcə bucaq altında düşür. Həmin gün yaz gecə gündüz bərabərliyini təsadüf edir. Müşahidəçinin dayandığı ərazilərdə üfüqün hansı tərəfi
nə meylli idi? Hansı tərəfinə meylli? Hə, baxın. Birinci baxaq görək. Normal vəziyyətdə yaz gecə gündüz bərabərlik, yəni gecə gündüz bərabərlik yazda və payızda olur da. Bunlarda normalda harda olmalıdır? Yaz gecə gündüz bərabərliyi düstur belədir. Fi bərabərdir 90 çıxılsın alfa. Yəni fi bərabərdir 90-dan çıxıram 30-u. 60 dərəcə olmalıdır. Amma burada 50 dərəcə verib. Bu nə deməkdir? Baxın, məntəqə 30 dərəcə şimal enliyindədir. Yaz gecə gündüzündə də Günəş ekvatorda zenitdədir. Təsəvvür edin ki, burada belə bir meylli bir ərazi var. Meylli bir ərazi var. Baxın, bu dağ, yəni bu dağ Günəşin hansı hissəsindən baxır? Cənub istiqamətini düşür də. Çünki 0, yəni Günəş buradadır da. Günəş baxın burada dayanıbdır. Günəş buradadır. Günəş 30 dərəcənin hansı tərəfindədir? Cənub tərəfindədir də. Ona görə cənub hissəyə daha çox Günəş düşər. Nəinki şimala. Deməli, cənuba daha çox Günəş düşür. Şimala yox. Ona görə əgər şimal yarımkürəsində cənubda meyilli olsaydı, cənuba doğru meyilli olsaydı, o zaman toplayardıq. Çünki Günəşə tərəfdir. O zaman daha çox qızar. Amma şimala tərəf meyilli olduğuna görə, deməli 60-dan 10 dərəcə, deməli bu 10 dərəcə meyilliymiş də. Şimala doğru 10 dərəcə meyilliymiş. Çünki normalda 60 düşməlidir, amma 50 düşür. Deməli 10 dərəcə azalıbdır. Niyə? Çünki şimala tərəf meyillidir, cənuba tərəf yox. İndi meyilli deyir. Meyilli nə qədərdir? Şimala doğrudur. Neçə dərəcə? 10 dərəcə. Bunu da dedik 10 dərəcə. Ondan sonra müşahidəçi həmin coğrafi koordinatlarda, lakin meyilli deyil, hamar səthdə dayansaydı, bu ərazidə Günəş olaraq ilərisində maksimum düşmə bucağı nə qədər olardı? 90 çıxılsın, alfa maksimum deyildi, maksimum deyildi çıxırsan. O deyir 90 çıxılsın, alfamız nə qədərdir? 30 dərəcə, baxın, 30 dərəcə şimal enində yerləşmiş olur. 30 çıxılsın 23.5. O da bərabərdir. 90-dan çıxırsan 6.5. O deyir 83.5. Deməli, meyilli olmasaydı belə olardı. 83.5 dərəcə meyilli düşmüş olar. Müşahidəçinin dayandığı ərazi ilə London şəhəri arasında yerli vaxt fərqini və bu ərazinin hansı saat quşağında yerləşdiyini hesablayın. London arasında fərq. Deməli, bu yerləşir. Harda? 105 dərəcə qərb uzunluğunda yerləşmiş olur. Deməli, aralarındakı fərqi tapırıq. London 0 dərəcədə yerləşir. Eləyir 105 dərəcə. Və 105-i bölürəm 15 dərəcəyə. O da eləyir neçə dərəcə? 8, 7. Deməli, bunlar arasında 7 saat fərq olmuş olar. Və quşaq saat istəyir. 105-i yeni 15-ə bölürük. 7-ci saat quşağında və qərb yarımkürəsində yerləşdiyinə görə 24-dən 7-ni çıxırıq. 17-ci